Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Qurani Kərimdən ayə oxundu. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahu nurus semavati vel ard. مثل نوره كمشكاة فيها مصباح. Daha sonra İslam İnkişaf Bankı haqqında video çarx nümayiş olundu. There are moments in history when the world looks for somewhere to gather, to decide what comes next. A place where every region meets, where, against rising tides and shifting winds, the future is not foretold, but forged together. This year, that place is Baku. 57 nations, 4 continents, one conviction that prosperity, to be real, must be shared. Azerbaijan, a nation that turned diversification into direction and patient reform into a story the world studies today. Under the visionary leadership of His Excellency President Ilham Aliyev, Baku welcomes us not only as host, but as a bridge between vision, resilience, and shared progress. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. İslam İnkişaf Bankı qrupunun hörmətli cənab sədri, əziz qonaqlar, xanımlar və cənablar. Mən illik toplantının bütün iştirakçılarını salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Qrupa, onun sədrinə və bütün heyətə Azərbaycanı illik toplantıya ev sahibliyi edən ölkə kimi seçdiklərinə görə olduqca minnətdaram. Bu bizim üçün böyük şərəfdir və aramızda güclü əlaqələrin olmasını bir daha göstərir. Mən
Azərbaycanda islahatlara verdiyi davamlı dəstəyə, bankın gələcəyə doğru irəliləməsində planlarına və ölkəmizə səmimi münasibətinə görə cənab sədr Doktor Əl-Cəsirə şəxsən təşəkkürümü bildirmək istərdim. Doktor Əl-Cəsir artıq Azərbaycana dəfələrlə səfər edib və həmçinin 2 dəfə azad edilmiş ərazilərdə olub. Bu isə hamımızda xüsusi məmnunluq yaradır. Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, illik toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya ev sahibliyi edən ölkə idik. Həmin illik toplantı qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza, qəti sadiqliyimizə söykənən siyasətimizin təzahürüdür. Uğurlu inkişaf bir çox meyara əsaslanır. Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk 2 ili istisna etməklə qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə sabitlik, yəni bugün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib. Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır. Məsələn, namizədliyimiz müxtəlif təsisatlar üçün namizədlər siyahısında var idi və biz tam mütləq dəstəyi qazandıq. Bu hal bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasına namizəd olduğumuz zaman müşahidə edildi. O vaxt biz 155 ölkənin dəstəyini qazandıq. Bu hal 120 ölkədən ibarət və BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatının sədrliyinə namizəd olduğumuz zaman özünü büruzə verdi. Biz yekdilliklə seçildik və nəinki seçildik, sonradan sədrliyimiz müddət yekdilliklə uzadıldı. Bütövlükdə bu beynəlxalq dəstəyin təzahürü idi. Bəzən beynəlxalq ictimaiyyət sözünü eşitdikdə bəziləri düşünür ki, o inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur. Və əgər belə demək olarsa, bu adı özünə seçən ölkələr tərəfindən belə yanaşılır. Lakin bu yanlış yanaşmadır. Beynəlxalq ictimaiyyət bütün dünyadan BMT-yə üz olan ölkələrdən ibarətdir. Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq
artıq söylədiyim kimi, həqiqətən yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir. İslam İnkişaf Bankı qrupunun 2010-cu ildə keçirdiyi illik toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Ən sonuncular arasında əla nəticələrlə seçilən 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini qeyd etmək istərdim. Eyni zamanda böyük beynəlxalq toplantılardan olan Ümumdünya Şəhərsalma Forumu ötən ay Azərbaycanda uğurla keçirilmişdir. Bir çox digər tədbirlər də gözlənilir. Bir sözlə, bu fəaliyyətimizin şaxələndirilmiş gündəliyini bir daha göstərir. Azərbaycan, Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda, onlara lazımi enerjini təchiz edən iri miqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib. Çox müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sahəsinə, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, Xəzərdə hasil olunan qazın Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə milyardlarla vəsaiti cəlb etməyə imkan yaratmışdır. Bu, həqiqətən böyük səylər, diplomatiya, siyasi münasibət, qonşularla yaxşı münasibətlər, qonşuların qonşusu ilə əlaqələr, maliyyələşmə, yaxşı nüfuz və güclü iqtisadiyyat tələb edirdi. Beləliklə, həmin meyarlar toplusu hazırda Azərbaycana mühüm enerji təchizatçılardan birinə çevrilmək imkanı yaratdı. Təbii qaz təchizatı ilə bağlı bugün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir. Beləliklə, bu yaradılmış komanda işidir və həqiqətən layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır. Biz əsasən infrastruktura sərmayə yatıraraq diqqətimizi təkcə ölkə daxilindəki infrastruktur üzərinə yox, ölkə daxilində olan beynəlxalq əhəmiyyətli infrastruktura cəmlədik. Digər sözlə, biz bildiyiniz kimi Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq. Çünki əlbəttə coğrafiya önəmlidir, lakin onun üzərinə infrastrukturu əlavə etməsək, böyük bir çəkisi olmur. Odur ki, bugün Azərbaycandan keçən şərq, qərb və şimal-cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Sadəcə xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir. Coğrafi yerləşmə əlbəttə ki, gündəlikdən asılı olaraq baş ağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bugün artıq qeyd etdiyim kimi,
Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır. Əlbəttə ki, bir çox işlər görülməlidir və yeri gəlmişkən bu bizim prioritetlərimizdən biridir. Azərbaycanın iqtisadi inkişafı müsbətdir və qeyd etdiyim kimi iqtisadiyyat sabitdir. Biz dəyəri 350 milyard ABŞ dollarından çox olan birbaşa investisiyaları, onların yarısını son 20 ildə demək olar ki, xarici mənbələrdən cəlb edə bilmişik. Bizim investisiya planlarımız davam edir. Çünki bugün investorlar sabit yerlərin axtarışındadır. Əfsuslar olsun ki, vaxt ötdükcə sabit yerlərin sayı artmır. Təəssüf ki, bu günümüzün reallığıdır. Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da yeri gəlmişkən bizim prioritetlərimizdən biridir. Biz bu barədə 16 il bundan əvvəl Bakıda keçirilmiş İslam İnkişaf Bankının illik toplantısında danışdıq və o vaxtdan bəri biz dəyişmişik. Bugün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70%-dən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Lakin biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq. Bugün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır. Və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Lakin biz əlbəttə ki, davam etməliyik. Xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz bunu etdik və hətta planlaşdırdığımızdan artığına nail olduq. Bugün xarici borcumuz ÜDM-in yalnız 6%-ni təşkil edir. Odur ki, biz yenidən vəsaitləri cəlb etməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən vəsaitləri cəlb etməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə təsisatı İslam İnkişaf Bankıdır. Çünki bizim bu bankla güclü əlaqələrimiz, orta tariximiz və çox məhsuldar konstruktiv münasibətlərimiz var. Toplantı zamanı yeni infrastruktur layihələrinə təkan vermək üçün bir çox müqavilə imzalanacaq və onlar da öz növbəsində qeyri-neft sektorunun dəyərinin artmasına gətirib çıxaracaqdır. Beləliklə, xarici borcun aşağı səviyyədə olması əlbəttə ki, böyük üstünlükdür. Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq, bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Hesab edirəm ki, bu göstəriciyə görə Azərbaycan çox sabit maliyyə vəziyyəti, tarazlaşdırılmış büdcəsi olan aparıcı ölkələrdən biridir və bu hal reytingimizi investisiya reytinginə qaldıran Moody's və Fitch kimi aparıcı reyting agentlikləri tərəfindən dəyərləndirilir. Onların verdiyi proqnoz müsbət və sabitdir. Beləliklə, iqtisadi inkişafımızla bağlı hər hansı bir çətinlik görmürük və iri miqyaslı sosial proqramlarımız da buna uyğundur. Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30%-dən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik.
Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bugün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5% təşkil edir. Məşğulluqla bağlı olan məsələlər, əhalisi artmaqda olan istənilən digər ölkə kimi bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik ki, bunun eyni zamanda özü ilə bir çox çağırışlar gətirdiyini görürük. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq. Əlbəttə ki, 2010-cu ildə keçirdiyimiz toplantıdan bəri baş vermiş əsas dəyişikliklərdən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. 90-cı illərin əvvəllərində torpaqlarımız işğal edilmişdir və bu da humanitar fəlakətə yol açmışdır. 90-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O vaxt əhalimiz 8 milyon idi. Beləliklə, hər 8 nəfərdən biri məcburi köçkün, evsiz, işsiz, yaşamaq üçün heç bir maddi imkanı olmayan idi. Bu, həqiqi humanitar fəlakət idi və biz tək qalmışdıq. Müharibə cinayətlərini və Xocalı soyqırımını törətmiş, bizim şəhər və kəndlərimizi dağıtmış, işğal olunmuş ərazilərdə urbisit törətmiş Ermənistana qarşı sanksiya tətbiq olunmadı. Bugün biz sanksiyalar haqqında eşidirik. Sanksiyalar və yenə də sanksiyalar hər gün eşidirik. Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu ikili standartların həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür. Əgər beynəlxalq hüququ pozduğuna, suveren dövlətin ərazilərini işğal etdiyinə və müharibə cinayətləri törətdiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, iki ölkə arasında münaqişə bu qədər uzun sürməzdi. Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çox saylı, nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi. Torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdimi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik. Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində dediyim kimi sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim. Sülh yolu ilə həll variantını tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə
olduğuna inandırmağa çalışdım. Biz deyirdik, haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistanın silahlı qüvvələrinin bizim ərazimizdə harada yerləşdiyini görün. Bunun müqabilində isə yalnız bir cavab alırdıq. Gedin, razılaşın. Birinci mesaj. İkinci mesaj. Bu münaqişənin hərbi həlli yoxdur. Üçüncü mesaj. Siz müharibəyə başlaya bilməzsiniz. Dördüncü mesaj. Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız. Və bunun kimi çox sayılı başqa mesajlar verilirdi. Sadəcə vaxtınızı çoxalmaq istəmirəm. Beləliklə, dünya siyasətində qərar verən qüvvələrin torpaqlarımızın qeyri-qanuni şəkildə əbədi işğal altında qalmasına qərar verdiyini anladığımız zaman biz öz qərarımızı verdik və bütün planları dəyişdik. 2020-ci ildə torpaqlarımızın azad olunması uğrunda müharibə 44 gün davam etdi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Biz işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdik, lakin hamısını deyil. Daha sonra 2023-cü ildə bu məsələyə tam və qəti nöqtə qoyduq. Bugün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa olunub və bu bütün dünya tərəfindən qəbul edilir. Bundan sonra isə biz Ermənistana sülh təklif etdik. İşğal və dağıntılardan əziyyət çəkmiş qalib ölkə və qalib xalq olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz biz olduq. Bugün isə artıq sülh reallığa çevrilir. Artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalcı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədi ilə məscidlərdə heyvan, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bugün sülh artıq reallıqdır. Ərazilərimizi azad etdikdən dərhal sonra geniş miqyaslı bərpa və yenidən qurma proqramına başladıq. Bugün artıq Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarına artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Hazırda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir. Azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində bizim səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı qrupuna minnətdarıq. Bugün bu məsələ hökumətimizin əsas prioritetlərindən biridir, lakin yeganə prioritet deyil. Əminəm ki, qrup çərçivəsində aparılan müzakirələr zamanı bu mövzular geniş şəkildə nəzərdən keçirilib. Mən yalnız gələcəyə dair bir neçə prioritet istiqaməti xüsusi vurğulamaq istəyirəm. Onlardan biri qeyd etdiyim kimi bağlantıdır. Biz Azərbaycanı daha da güclü nəqliyyat, logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan üzərindən daşınan yüklərin həcmini 2 dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi 2 qat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır.
Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız da tam aydındır. Kənd təsərrüfatının inkişafına dair yaxın zamanda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünü təmin etmə səviyyəsinə nail olmağı planlaşdırırıq. Suvarma sahəsində, o cümlədən İslam İnkişaf Bankının su kanalları və su anbarlarının tikintisinə verdiyi dəstək sayəsində fermerlər su ehtiyatlarına daha geniş çıxış əldə edəcək və öz istehsalında məhsuldarlıq əhəmiyyətli dərəcədə artacaq. Bərpa olunan enerji həmçinin böyük potensiala malik sahələrdən biridir. Beynəlxalq və yerli şirkətlərlə artıq imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 gigavat həcmində günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq. Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq. Çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik. Hamıya məlumdur ki, Avropanın uzun illər ərzində elektrik enerjisinə böyük ehtiyacı olacaqdır. Bütün bunlar, eləcə də bir çox digər istiqamətlər strateji prioritetlərimiz sırasında yer alır və əminəm ki, planlarımızın böyük hissəsi artıq auditoriyanın diqqətinə çatdırılıb. Vaxtınızı çox almaq istəmirəm. Bir daha Azərbaycanı ev sahibi ölkə kimi seçdiyinizə, bizimlə bir yerdə olduğunuza və göstərdiyiniz dəstəyə görə minnətdarlığımı bildirir, illik toplantının uğurla keçməsini arzulayıram. Çox sağ olun. İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əlcasir Prezident İlham Əliyevə göstərilən qonaqpərvərliyə və bu tədbirlə bağlı mükəmməl hazırlıqlara görə minnətdarlığını bildirdi. Azərbaycanın əlverişli coğrafi mövqeyini vurğuladı. Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidən qurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik, deyən Məhəmməd Süleyman Əlcasir Şuşaya son səfərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi. O, həmçinin ölkəmizlə İslam İnkişaf Bankı arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan danışdı, İslam İnkişaf Bankı qrupunun fəaliyyəti və perspektiv layihələri barədə məlumat verdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğuladı. O, ölkənin bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsinin, xüsusilə Azərbaycan Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqların iri infrastruktur layihələrinin, boru kəmərləri, dəmir yolları və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verdiyini qeyd etdi. Eyni zamanda iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini vurğulayan nazir İslam İnkişaf Bankı qrupu ilə uzun müddətli əməkdaşlığın əhəmiyyətinə toxundu. Müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi, həmçinin Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulması vacibdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov belə dedi. Daha sonra Qarabağ Suvarma kanalının yenidən qurulması layihəsi üzrə çərçivə sazişi, Qarabağ Suvarma kanalının yenidən qurulması layihəsi üzrə qrant sazişi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün üzv ölkə tərəfdaşlıq strategiyasının hazırlanmasına dair anlaşma memorandumu imzalandı.